Salam əziz dostlar. Deməli hal-hazırda təmir etdiyimiz evin yanındayım. Görülən işlər barəsində sizə hamımıza qısa da olsa məlumat vereyim. Nə işlər görülüb hal-hazırda. Qapı qoyulub, üstü bağlanıb. Şifer də həmçinin qoyulub. Pəncərələr də qoyulub. Hər bir tərəfdən dəmir qapı da qoyulub. Evin de bir de patologdadır. Patologdaki inşallah bazar günü alınacaq. Evlərə, həmin evlərin, evin içində qapıları da yox idi. Qapılar da qoyulub. Bu otağın da üzülük aslardır. Onlar hamısı vurulub. Bu da patologda qalıb. Patolog işləniləcək. Bu otaqda qapı qoyuldu. Dəyişiləcək. Görürsünüz də nəmişlikdən hamısı patolog nə günə qalıb. Divarın bak çatlarını görürsünüz. Hoca bak küçükleri yakın su içeri bırakır. Hamısı yağışın bak suyu içeri vururdu. Şiferin üstün o stiklara vurulan dəmirdə o da alınıb. Naqillərdir, onlar da indi bugün danışacaq, onlar da alınacaq olan köməyi ilə. Yəni elektrik xəttləri də yenilənəcək. Köhnədə hamısı quraq-quraq. Hamısı yenilənəcək. Bazar günü deməli patoloqun atmaları deyil. Atmaları elə bir bu evdə əvvəldən az atılıb da. Məsələn 10 dənə atılmalısı elə bir 4 dənə atıblar. 4 dənə üstündə yığıblar şiferi. Hamısı həll olunacaq. Bazar günü Allahın köməyi ilə. Bunu çəkməkdə məqsədim odur ki, yəni görürsünüz ki, həqiqətən də iyanə edirsiniz, biz də o işləri icra edirik. Əzizlər, çox sağ olun ki, laqeyd qalmırsınız. Bazardığınız qədər köməklik edirsiniz. Hər birinizin 1000 manatı ilə bu işlər düzəlir. Pəncərələri hamısının bir qardaş var, o ehsan elədi. Digər işlər ki var, sağ olsun qapının ödənişində bir nəfər var, o ödənişdə. Hamısının adlarını çəkmirəm. Çünki özləri də istəmirlər adlarını çəkmək. Allah bildi bəs edir. İnşallah tam hazır şəkildə olandan sonra da Allahın izni ilə tam hazır vəziyyətin. Çölün şkaturudur, emulsiyasıdır, evin daxilinin, özünün. Hamısı proseslər bitəndən sonra hamısını çəkib sizə təqdim edəcəm. Çox sağ olun.